Salam yoldaşlar. Bugün mən öz evimə günəş enerjisindən qidalandıran bir sistem qurmaq istəyirəm. Deməli, məndə bir 100 amperli MPPT günəş kontrol sistemi var. 7000 wattlıq mənim inverterim, 320 amper saatlıq 4 ədəd hərəsi 80 amper saatdır. Opsi ümumilikdə 320 amper saat edir. Gel tipli akkumulyatorlardır bunlar. Bunlar orta sinif sayılır da. İnşallah sistemi qura çəkəcəm. 2 ədəd də məndə 585 wattlıq günəş panellərdir. Qura inşallah. Yoldaşlar, artıq biz bağlantıları veririk. Deməli, burada 2 dənə avtomatdır, 2 də DC avtomatdır. Bunlar dəyişən deyil, yəni AC avtomat deyil. Bunlar sabit cəryan avtomatdır. Hansı günəş panelləri quraşdıranda istifadə edirlər. Deməli, yuxarıda bu giriş, günəş panelindən gələn kabellər buradan girəcək. Hələ onu çəkməmişik. Aşağıdan çıxış, qırmızı deməli müsbətdir. Burada göstərib günəş panelindən gələn. Bu da qara mənfidir. Çıxış da bateriyadan, bateriya gedəndir. O da bu avtomatdan gedir. Qırmızı birinci, yəni müsbət, göy mənfi, yəni faza 0. Oradan da çıxır, bu avtomatın altından çıxır müsbət mənfi. Deməli, yox, 2 dənə burada mis planka qoymuşuq, mis bara qoymuşuq burada. Aşağıdakı müsbətdir, yuxarıdakı mənfi, faza 0. Deməli, birinci gəldi aşağıya müsbətə, ikinci gəldi yuxarıda mənfi. Buradan da bateriyalara gedir, akkumulyatorlara. Bizim bu akkumulyatorlar jel tipli akkumulyatorlardır, 12 volt, 4 dənə 12 voltdur. Biz bunları 2 arcıl qoşacağıq, eləyəcəyik 24 volt. Deməli, baxın, arcıl bax belə qoşacağıq, belə bir primska ilə 12 voltu qoşub eləyirik 24 volt. Bunu da bağlantısını verəcəyik birazdan. Bunlar da həmçinin müsbət gəlib bağlanacaq bura, həmən bu kabel, mənfi yuxarıya. Buradan da 2 dənə çıxış kabel var. Bu kabellər qalın olmalıdır. Çünki gərginlik nə qədər aşağı olanda cəryan qalxır. Ona görə bu kabelləri qalın eləməliyik. Deməli, müsbət. Bunu 25 deyirəmişik, bunu 35 deyirəmişik. Buradan da gedir invertera. İnverterlə bu bara arasında da bir dənə DC, yəni sabit cəryan avtomat qoymuşuq. 125 amperlik sabit cəryan avtomat, DC avtomat. Deməli, faza müsbət getdi birinciyə. Yuxarıdan da bağlantını vermişik. Mənfi getdi ikinciyə. Burada da deməli avtomat budur. Bağlantını belə vermişik. Buradan da avtomatdan da çıxır, gəlir invertera, hansı ki 24 volt, 12 voltu eləyəcək 220 dəyişən cəryanı, yəni AC. Biz də buradan çıxışı götürüb verəcəyik evə. Yavaş-yavaş quraşdırıb çəkib sizə göstərəcəm.